Salam, hər vaxtınız xeyir olsun, əziz 9-cu siniflər. Deməli, bu video izahda sizə İzə nəşriyyatının, yəni Orxan müəllim və Vüsət müəllimin birgə nəşr elədiyi sınaq kitabından, 9-cu sinif buraxılış sınaq kitabından UC 11 və UC 12-nin izahını verəcəm. Qeyd edeyim ki, UC 11 və UC 12 yeni nəşrdədir. Köhnə nəşrdə bu sınaqlar yoxdur. Hər bir sualın geniş şəkildə izahını verəcəm. Zəhmət olmasa kanala abunə olaq, fikirlərimizi bölüşək, paylaşaq. Aşağıdakı ədədlərin hansı münasibət doğrudur? Diqqətlə fikir versən, deməli A bərabərdir. A bərabərdir. -3,2 və sonuna mən sıfırlar yaza bilərəm. B bərabərdir. -3,2 2-lər təkrarlanır. Normalda əgər mənfi olmasaydı B A-dan böyük olardı. Amma mənfidirsə A B-dən böyük olur. A böyükdür B-dən. UC 11, bir də C variantı. 2-yə baxaq, vuruqları ayrı. Bunun köklərini tapsam mən. 1 köküm 2-dir, 1 köküm 1-dir. Və x kvadratın əmsalı 1-dir. 1 vurulsun, x minus 1 köküm, x çıxılsın ikinci köküm. Sən bunu hər zaman belə vuruqları ayıra bilərsən. C variantı. MY üçbucağında M-in MY-yə bərabərdir. Yəni bu hissə bura bərabərdir. Və MK tənböləndir. KMY, KMY. Bura 25'dir. Tənbölən isə bura da 25'dir. Deməli M bucağı 25'dirsə 25 daha doğrusu belə. Yəni M bucağı 50'dirsə mən 180'dan 50'ni çıxaram. Bölürəm 2'yə. 65. Düzdürmü? Onda bu bucaqda 65 qalır. Burada 65 qalır. Bizdən M, N, Y bucağını istəyir 65. Bərabər yanlı olduğuna görə oturacaqlar bitişik bucaqlar bərabər olmalıdır. Bu suala baxaq. A kvadrat çıx B kvadrat 18, B kvadrat çıx C kvadratı 12 olarsa bunu tapın. Gəlin belə eləyək. Bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda B kvadratları gedəcək. Qalacaq A kvadratı çıx C kvadratı bərabərdə 30'a. Bunu müxtəsərə görə açsam A çıx C, A plus C bərabərdir 30'a. A çıx C-ni mənə verib 5. Gətirib yerinə qoysam 5 vurulsun A üstə gəlinsin C bərabərdir 30'a. Buradan A üstə gəlinsin C bərabərdir 6. Kvadratı da 36. 4'də doğru cavab E variantı. Mağazaya 120 ədəd eyni növ mal gətirilmişdir. Birinci malın maya dəyəri 30 manatdır. Bu malların 4'də 3 hissəsi maya dəyərindən 10%, qalanı 5% baha satılır. 120'nin 4'də 3 hissəsini tapaq. Bundan bu gedir, burada qalır 30, 33 çavranda 90. Deməli 90'ı maya dəyərindən 10% baha satılır. 90 dənəsi. Maya dəyəri 30 manatdırsa 30'dan 10% baha. Yəni mən 90 mal almışamsa 31 olmaya maya dəyəri 30 manatsa 1 mal. Ümumi mal olacaq 270, 27 yanında 2 0. Normalda amma deyil, maya dəyərindən 10% baha satılıb da. 270'dən 4'də 3 hissəsi, yəni 90 mal maya dəyərindən 10% baha satılıb. Bunun üzərinə gəlirəm 27.000'in 10%. Bölü 100. 2 sıfırlar gedir burada. Deməli 27.000 olmalıdır burada. Bir dəqiqə. 90 30'a 2 0 olur. 2 0 olmalıdır. Belə. Burada 2 sıfırlar gedir. 2700'ün üzərinə gəlirəm 270. Deməli 2700'ün üzərinə gəlirəm 270, 2970. Deməli 2970. Və mənə deyir ki, qalanı isə, yəni 4'də 3'ün qalanı 4'də 1'dir da. 4'də 1'i də, yəni 90 yerdə qalır 30'a.
Maya dəyərindən 30 manatdırsa vur 30 bərabərdir 900. Mayası 900'dür. Mayandan 5% baha, 5% baha satılıb. 900'dən 5% baha deyəndə 900'ün üzərinə gəlirəm 900'ün 5%-in. Böl 100. Bu sıfırlar gedir. 900'ün üzərinə 45, 945 manat satılıbdır. Deməli bu qədərdir. Yəni belə deyək də, baha satılan sonra bu da bu qədərdir. Bunları toplayaq. 2970'in üzərinə gəlirəm 945. Bu da bərabərdir olur 3915. Görək bu mayası nə qədərdir? 120'dirsə 1.30 manata satırsa mayası da olur 3600. Mənə deyir ki, bütün malın satışından gəlir. Mayam 3600'ü və 3915'e də satmışam. Təbii ki, mayanı tapmaq üçün satış, daha doğrusu gəliri tapmaq üçün satışdan mayana çıxmalısan. 3600'ü çıxdıq. 0, daha doğrusu 315 qalır da. B variant. Maraqlı sual idi. Sonra 6-cı suala baxaq. Ödəməyən deyirsə x-in kvadratı çıxılsın 8x üstə gələ 12 kiçikdir 0'a götürürəm. Və burada mən nəyə axtarıram? Kiçik bərabər, kiçikdir 0. Və x-i tapıb köklərin arasına salıram. X-i tapıb köklərin arasına, kiçikdir olanda köklərin arasına salırsan 6 ilə 2. 2 və 6. Ödəməyən tam ədədlərin ise 3, 4, 5. 3 dənə də say olaraq. 5 ilə 8'in arasında bir dənə ədəd götürürsən, məsələn 6, gətiririk qoyuruq yerinə. 6'nı qoyanda bu müsbət olur, bu mənfi olur. Müsbətdirsə modulu olduğu kimi sadələşir. Mənfidirsə işarələri dəyişib sadələşdirirəm. Buradan bunlar gedir. Daha doğrusu içinə getmir. 2 çıxılsın 5, işarəni dəyişib çıxaranda 2 çıx 5 qalır. 2x minus 10. B variantı. 8-ci suala baxaq. Moda ən çox təkrarlanan ədəddir. Modası 3 olarsa ədədi orta tapın. Ən çox təkrarlanan ədəddir. Bax 2-dən 2 dəfə təkrarlanarsa, moda 3-dürsə, deməli bunların hər biri bizdə 3 olmalıdır ki, moda mənə doğrunu versin. Onda bunların hər biri 3 olmalıdır. 3, 3, 3, 3. Və ədədi ortanı tapan zaman deməli 3 üstə gələ, 2 üstə gələ, 2 üstə gələ, 3 üstə gələ, 3. Toplayıb bölürəm sayını. 1, 2, 3, 4, 5. Böl 5. Bərabərdir. 2, 4, 7, 10, 13. Böl 5. Bu da bərabərdir. 2 tam 10'da 6. D variantı. Bərabərliyini əsasən AB hasilini tapın. 10A üstə gələk B bərabərdir 3A üstə gələk 6B. 7A bərabərdir 5B və mən buradan hər zaman yazıram. A bərabərdir 7K, A bərabərdir 5K, B bərabərdir 7K. AB rəqəm olduğuna görə sən K'ya ancaq bir qiymət verə bilərsən. A olur 5, B olur 7. AB hasili olur 35. Neçə ad çoxluğu var? 2 üstü n. 1, 2, 3, 4. 2 üstü 4, 16. Ad çoxluqlarının ise 2 üstü n qaydası ilə tapılır. Perimetr 24 sahəsi 48 olan romb. Perimetr 4A bərabərdir 24. A bərabərdir 6. Rombun sahə düsturu S bərabərdir AH. Şəkilə ehtiyac yoxdur. 48. Tərəf 6'dırsa 6H bərabərdir 48. H da bərabərdir 8'e. Doğru cavab D variantı. Təyin oblası kökaltı ifade böyük bərabər 0 olmalıdır hər zaman. Buradan da x kiçikdir bərabərdir 5. Eğer bir mənfi x'i sağa atıram. Mənfi sonsuzluqdan 5'e qədər və 5'i də alır. 13-cü suala baxaq. Düzbucaqlı paralelipedin müxtəlif ölçülü 3 üzünün sahələri cəmi 29'dur. Müxtəlif ölçülü 300 AB üstə gələk BC üstə gələk AC. Səndən bunu deyir. 29'dur. Tam səthinin sayəsini tapmaq üçün bunun hər tərəfini 2'yə vurmalıyam. Vəssalam.
18 bir yadda, 2 bir yadda 5, 58. Bunu əslində məsələn sən şəkil üzərində də göstərə bilərsən. Bax, məsələn sən düzbucaqlı paralelopiped bu olsa, bu A-dır, bu B-dir, bu da C-dir. Bir üzü bu BC, bir üzü bu AB və bir üzü də buranı götürə bilərsən. Bu da C-dir də, AC, BC, AB, AC üz olaraq. Və tam səthinin sahə düsturunda bir dənə sən 2-yə vuranda, o üzüləri 2-yə vuranda tam səthi alırsan. Vəssalam. Sonra 304 rəqəmlərini istifadə etməklə əmələ gələn 2 rəqəmli ədədlərin sayını tap. İstifadə etməklə əmələ gələn rəqəmlərin müxtəlif 2 rəqəmli ədədlərin cəmini tapın. Demək, bir saya bilərəm. 30, 40, 34, 43. Başqa yoxdur axı burada. Bunların cəmi eləyir 70. Bunlar da eləyir 77. Bunun da cəmi mənə verir 147. B variantı. Hesablayın. Mənfi qüvvətin xassəsi 1 bölünsün həmin ədəd kvadrat kimi. Üstlər toplanır. 5 ilə mənfici toplayanda 2. İstənilən ədədin 0 üstü qüvvəti 1. 1 bölünsün 1 bölü 9 plus 36 plus 1. 1'i 9'a 1'e böləndə 9 plus 37. Bu da bərabərdir 46. C variantı. Bir-birinə toxunan iki çevrənin birinin uzunluğu digərinin uzunluğunun yarısına bərabərdir. Çevrənin mərkəzləri uzunluğu 24 cm olan AB partiyası üzərində olarsa. R X X Y Y. Birinin uzunluğu digərinin uzunluğunun yarısıdır. Təbii ki, böyük digərin yarısıdır da. Yəni mən böyüyün uzunluğun 2πx, kiçiyin uzunluğu 2πy-ə bölsəm 2 alıram. Çünki deyir ki, böyüyün uzunluğu digərin yarısıdır. Yarısı nədir? 2 dəfə böyük deməkdir. Böyüyün uzunluğu kiçiyin uzunluğundan 2 dəfə böyükdür. Buradan 2π'ləri ata bilərəm. Çarpaz vursam x bərabərdir 2y alıram. Və mərkəzləri uzunluğu 24-dən AB partiyası üzərindədir. 2x üstə gələ 2y bərabərdir 24. X üstə gələ y 12. X-i yerə gətirib 2y yazsam, 2y üstə gələ y 12. Buradan deməli 3y 12. Y də bərabərdir 4-ə. Deməli y-i 4-ə alıram, gətirib yerinə qoysam x-i də alıram 8. Böyük çevirən radiusu x idi, 8 doğru cavabdır. Sonra 17-ci suala baxaq. Hansı sıfıra bərabərdirsə, mən yuxarın sıfıra bərabər eləyirəm. Bərabər 0. X bərabərdir 0. Bir də x çıxılsın 3 bərabərdir 0. X də bərabərdir 3-ə. 0 ilə 3 bunun köküdür. 2-dən kökü var. 18-ə baxaq. Sərbəst hədd deyəndə dəyişənin yerinə nə yazıram? 0 yazıram. Bu da gedir 0-a, bu da gedir 0-a. Qalır A kubu üstə gələ 5 bərabərdir 32. A kubu bərabərdir 27. A da bərabərdir 3-ə. Uyğun dərə perpendikulyar uzaqları biri digərin 5-də 4-üdür. Ümumiyyətlə biri digərin 5-də 4-üdürsə, birinə 4x, birinə 5x deyə bilərsən. Bunların da cəmi biz bilirik ki, xassiyə görə 180-dir, x də bərabərdir 20. Onda 80 və 100 olur. Bizə də kiçiyin dərəcə ölçüsünü işləyir 80. ABCD paralelogramında AY parçası BAD bucağının təmbölənidir. Diqqət edin, bu qulaq asın. Ayrifə, ayrifə. Çarpazlığa görə burada olacaq ayrifə. Və bizə AB-ni 4 verirsə bərabər yanlıdır, bu da 4-dür. BC 7-dir, sonra bura qalır 3. Bura qalır 7, bu da 4-dür da təbii ki. AYSD-nin bunun bizdən perimetrini istəyir. Hər birini bilirəm da mən. Amma burada AY-ni də 6 verir mənə. Məsələn, perimetr nədir? 6 plus 3 plus 4 plus 7. 6, 17, 6, 4, 13, 20. 20 doğru cavabdır. 20, 20. 21'ə baxaq. 3 vurulsun 121-dən 11 çıxır. 3-cü dərəcədən 4 çıxır. 256-dan 4-cü dərəcədən 6 çıxır.
Daha doğrusu 4 çıxır. 33 üstə gəlib. Bununla bunu toplayıb 2-yə vuranları buradan təbrik edirəm. 8 plus 4. Bu da bərabərdir. 33 üstə gələk 12. 45 doğru cavabdır. Hə, bu çıxaqdır. Mən üstə gələk yazmışam. Deməli, 33 üstə gələk 4 bərabərdir. Bu da çıxaqdır. 37 doğru cavabdır. Sonra 22-yə baxaq. Dairə 8 bərabər hissəyə bölünmüşdür. İştiriklənmiş hissənin sahəsi iştiriklənməmiş hissənin sahəsindən 9 pi kvadrat santimetr deyir çoxdur. Gəlin buna biraz belə baxaq. Burada kvadratlar var. Yazanda onu yaxşı düşmür. Diqqətlə qulaq asaq. Deməli, 8 bərabər hissəyə bölünübsə, ümumiyyətlə, iştiriklənmiş hissənin sahəsi. İştiriklənmiş hissə nə olur burada? Bax, fikir verin. 8 bərabər hissəyə bölünübsə, hər birinin sahəsi olur. Elə bil ki, dairə pi r kvadratıdır da, 8 bərabər hissəyə bölünübsə, Səkkiz bərabər hissəyə bölünürsə, onda hər birinin sahəsi olur. Pi r-in kvadratı bölünsün 8. Daha doğrusu bunu belə yazmaq uzun çəkəcək. Gəlin bunun hamısını SS deyək. İştiriklənmiş hissənin sahəsi nədir? 1, 2, 3, 4, 5S. 5S bölünsün. İştirik 9 pi. İştiriklənmiş hissənin sahəsi iştiriklənməmişdən 9 pi. İştiriklənməmişdə 3S'dir. 3S bərabərdir 9 pi'yə. Buradan 2S bərabərdir 9 pi'yə. 2S bərabərdir 9 pi'yə. 2 vurulsun. Bu S'lərin hər birinin yerinə mən pi r kvadratı böl 8 yaza bilərəm. Çünki 8 bərabər hissəyə bölünür. Bərabərdir 9 pi. Bununla bu gedir, burada qalır 4. Çarpaz vursam pi r-in kvadratı bərabərdir 36 pi. Hər tərəfdən pi'ləri atsam r kvadratı 36, r də bərabərdir 6. Qəşəng sualdır. 23-də doğru cavab 6. Sonra 22 dedik, 23-ə baxaq. Fikir verin. X-in kvadratı çıxılsın 8x, üstə gələk 16 əlavə eləməliyəm ki, bu kvadrat üçədliyə gəlsin. Y kvadratı üstə gələk 12y, üstə gələk 2, 36 əlavə eləməliyəm də bura deyəsən. 2y plus 6, aha. Fikir verin, çıx 12-dən işim yoxdur. Bax, 16 və 36, nədir bu? 52-dir da. 52 əlavə eləmişəm, sonra sağına da 52 əlavə eləməliyəm ki, bərabərliyin pozulmasın. X minus 4-ün kvadratı, y plus 6-nın kvadratı bərabərdir. 12-ni bu tərəf atanda edir 64. Deməli, mərkəzin koordinatları 4 mənfi 6, radiusda 8-dir. Burada həmişə kvadrat olur. 23-də 8. 24-də baxaq. 24-də. Bunu ortaq məxrəc eləyim. Birinci mən buradan yaza bilərəm ki, kvadrat tənlikdən x1 plus x2 bərabərdir 7-yə. x1 vurulsun x2 də bərabərdir 5-ə. İndi bunu ortaq məxrəc edeyim. Ortaq məxrəc olur hasil. Yəni x1 vur x2 ortaq məxrəcdir. Yuxarıda da olur deməli x2-nin kvadratı plus x1-in kvadratı bərabərdir. x2 üstə gələ x1-in çöldən kvadratı çıx 2x1 x2 müxtəsərə görə. Aşağıda da hasildir. Hasil də mənə 5 veribdir. İndi gətirək yazaq yerinə. Kökləri cəmi 7-dir. Kvadrata çıxılsın. 2 vur 5 böl 5. 49 çıxılsın 10 bölünsün 5. 39 bölünsün 5. Bu da bərabərdir. 7 ilə 5'in 35.
40'da da 5 8 dəfə. 7 dəfə 7,8 doğru cavabdır. 25-ci suala baxaq. Burada oxşarlıq olacaq. Fikir verin. Baxın. Mən bura bir alfa, bura bir beta desəm. Bura bir alfa, bura bir beta desəm. Fikir verin. Alfa 90. Daha doğrusu belə deyək. Alfa 90, 90 beta. Ümumiyə baxıram. Alfa 90'dırsa məcburdur ki, üçüncü bucaq beta olsun. Yəni, oxşarlıqla məsələni bitirəcəm. A, B, C oxşardır A, Y, D-yə. A-Y'ni mənə 10 veribdir. A-D 6'dırsa avtomatik Pifagora görə bura olur 8. B-C 9'dur. D-C'nin uzunluğunu istəyir. Bura x deyirəm. İndi nə edirəm? Böyükdə 90'ın qabağındakı bu hissənin, yəni 6 üstəgəl x-in, kiçikdə 90'ın qabağındakı 10'a nisbəti bərabərdir. Böyükdə alfanın qabağındakı 9'un, kiçikdə alfanın qabağındakı 8'ə nisbəti. 90 bərabərdir. 8 üstəgələk 8x. Buradan 8x bərabərdir 42'yə. X-də hər tərəfin 2'yə bölsəm 4x bərabərdir 21. X-də bərabərdir 5 tam %25. Belə. Ümumi sınaq imtahanı 11 bitdi. Keçək ümumi sınaq imtahanı 12'yə. 4 ədəd kitabın qiyməti 18 manat olarsa 6 ədəd eyni kitabın qiyməti neçəyədir? Deməli, bunu bir ədədə tapaq da. 4 ədədi 18 manatdırsa 1 ədədi x manatdır. Buradan 4x bərabərdir 18. Hər tərəfini 2'yə bölsəm 2x bərabərdir 9. Düzdürmü? Bu bir dənəsinin qiymətini tapsam buradan 9'u bölürəm 2'yə 4 tam %25. 4 tam 125 daha doğrusu. Demək 4 dəfə 4 tam onda 5. 1'i 4 tam onda 5'də 6 dənəsini tapan zaman mən 6'nı vuracam 4 tam onda 5'ə. 6 dəfə 5'ini 22'yə. 6 dəfə 4'ünü 24, 26. 6 dəfə 5'ini 33 yadı. 24, 27 manat. B variantı 12'də. 13'ə baxaq. 2'yə baxaq. Bunu gəlin 4'ə vuraq, tərəf-tərəfə toplayaq. X minus 4y bərabərdir 5'ə. 3x 12x üstə gələk 4y bərabərdir 8'ə. Tərəf-tərəfə toplasam 13x bərabərdir 13'ə. X bərabərdir 1'ə. Qoyaq yerinə 1 minus 4y bərabərdir 5'ə. Buradan da y bərabərdir -1'ə. Y variantı. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. 3x çıxılsın 50 bərabərdir x plus 70. 2x bərabərdir 120. X də bərabərdir 60. X 60'dırsa onda bura olur 130. Bu da bunun qonşusu olduğuna görə olur 50. 2y 100 çıxılsın x də 60'dır da bərabərdir 40'a. C variantı. Qiymətini hesablayın. Kök altda 20'ni yaza bilərəm 5 vur 4 kimi. Çıx kök 5. Üstə gələk. Kök altda 25'i yaza bilərəm 5 vurulsun 25 vur 5 kimi. 2 kök 5. Çıx kök 5. Üstə gələk 25'dən də çıxır 5 kök 5. 2 dənədən 1 dənəni çıxıram. Biri qalır. Üzərinə də 5 dənə gəldirəm. Edir 6 dənə. Kök 5. D variantı. Vuruqları ayırın. Bunların ikisindən x-i çıxardaram. Qalar x üstə gələk 2. Bunların ikisindən də mənfi y-i çıxardaram. Qalar y üstə gələk 2. Amma yox. Bir dəqiqə. Belə yazmayacağıq. Çünki ortaq olmalıdır. Ortağı eyni alınmalıdır bunlardan. Bunların ikisini bir qruplaşdıracağım. Müxtəsər tətbiq edeyim. X çıx y. X üstə gələk y. Bunların ikisində də bir qruplaşdırın. Buradan müsbət 2'ni çıxaracağım. Qalacaq x minus y. Buradan x minus y ortaq kimi çıxartsam
Bu tərəfdə qalacaq, solda qalacaq x üstə gəl y plus 2. Və belə. X çıx y, x üstə gəl y plus 2. B variantı. Sonra 6-ya baxaq. Fikir versən, bunu bayaq biz sadələşdirdik da. X1 plus x2-nin çöldən kvadratı çıx 2x1 x2 kimi sadələşdirə bilirsən. X1 üstə gəl x2 əks işarəli ikinci həddin əmsalı. Hasilə sərbəst hədd. 36 minus 6 bərabərdə 30. A variantı. 7-ci suala baxaq. 2 üstü 8-i mən belə yaza bilərəm. 2 üstü 4-ün kvadratı çıx 1-in kvadratı. Bu da bizə müxtəsərdir də. A kvadratı çıx B kvadratı. Bir dəfə fərqi, bir dəfə də cəmi. Bölünsün. Aşağıda da 2 üstü 4 plus 1-dən işim yoxdur. Bunlar gedir. Burada plus olmalıdır. 2 üstü 4, 16 çıx 1 bərabərdə 15. B variantı. Yuxarı aşağı vurum 10'a. 50 bölünsün 1. 100'ə vurum. Çünki vergül itməlidir. 40 bölünsün 2. 50 plus 20 bərabərdir 70'ə. Bərabərsini ödəyən tam ədədlərin cəmini tapın. Adi intervallar üsulundan həll edə bilərəm da mən bunu. Kökləri yuxarı sıfıra çevirən kökü daxildir. 3'dür. Çünki kiçik bərabər verib mənə. Aşağını sıfıra çevirən kökü heç vaxt daxil olmur. Ayrım intervallara. Mənfi 2-dən solda. Məsələn, mənfi 4 versən, bu da olur mənfi, bu da olur mənfi. Yekun müsbət. 0 versən, mənfi 5 versən, müsbət. Bizə kiçikdir lazımdır. Mənfi 2-ni alır, almır, 3'ü alır. Tam ədədlərin cəmi. Mənfi 1, 0, 1, 2, 3. Burada da cəm nə olur? 5 olur da. Y variantı. AB toxunan çəkilmişdir. BNC bura 310'dursa, onda bura qalır 50. Səbəb nədir? Çünki tam 360 olmalıdır. Toxunan və vətər arasında qalan bucaq qövsün yarısına bərabərdir. Yəni 50'nin yarısına bərabərdir 25. ABC üçbucağında buna aid bayaq işlədikdə eyni tipdədir demək olar ki. ABC 70'dir. Bura 70'dir. AB BC'yə bərabərdirsə, onda bucaq A bərabərdir. Bucaq C bərabərdir 55 dərəcə qalır. Hələ ki bunu yazmayayım. Deyir AD parçası A bucağını 2-3'ə nisbətdə bölür. 2 alfa, 2 alfa və 3 alfa. 2-3'ə nisbətdə bölür axı. Onda ümumi 5 alfa 55'dir. Alfa da bərabərdir 11. 55 hardan aldım? 180'dan 70'i çıxıb 2'yə böldüm da. Çünki bərabər yanında da oturacağı bitişik bucaqlar bərabərdir. Alfa 11'dirsə, onda DAC 3 vur 11 olur da. 33. Qəşəng suallar deyilir. Əsl buraxılış suallarıdır. Yəni gedib çətin, mənasız sınaqları işlədikcə sırf buraxılış tipdə sınaq işləyin. 40% 120 olan ədəd. 120'nin 40%'ini tapanda 120'ni vururam 100'ə bölürəm 40'a. Bundan bu gedir. Burada qalır deməli 300. Bunun da 20'də 3 hissəsini deyir tap. 300'ü 20'də 3. Bundan bu ixtisar gedir 20'yə bölünür da. Bu olur 15. 3'ü vur 15'ə 45. D variantı. 13-cü suala baxaq. Nöqtələrindən gedən düz xəttin bucaq əmsalı. Sən bunu qayda ilə də yaza bilərsən. Düsturu var. Amma mən bunu heç vaxt düsturundan demirəm. Necə deyirəm bəs? Bax. Y bərabərdir kx plus b-dir da. Düzdürmü? Bir dəfə x-in yerine 1 qoyub y-in yerine -2 qoyacağım. K plus b. Bir dəfə y-in yerine 2, x-in yerine 5 qoyacağım. 5k plus b. Tərəf tərəfə çıxın. -2'dən 2'ni çıxanda eləyir -4. K'dan 5k çıxanda eləyir -4k. B'lər gedir. K da bərabərdir 1'ə. Vəssalam. Yəni düstursuz yazmaq olur. Deməli, paraleldir. Bizə buranı 2 verib, buranı 4 verib, buranı 3 verib. AC x istəyir. Paraleldirsə bunlar uyğun bucaqlardır. Beta. Və təpədəyinə bir qamma desəm, onda
A, B, C oxşardır B, K, Y-yə. Ümumidə bettanın qabağındakı 6-nın bələcədə bettanın qabağındakı 2-yə nisbəti, ümumidə qammanın qabağındakı x-in bələcədə qammanın qabağında 3-ə nisbəti. 2x bərabərdir 18, x bərabərdir 9-a. C variantı. 15-ə baxaq. Üstüzalın hipotenuzu kvadratın tərəfi olarsa. Kateti 6, 8 ise hipotenuz 10 olur da. Bir dəqiqə, biz burada nəyi itirdik? 14'ten sonra 15 var ya burada. 15, 16 var ya hələ. Bütün diagonalların ise 65 olan n vurulsun, n sıxılsın, 3 bölünsün, 2 bərabərdir 65. Bunu çarpaz vursam n vur, n sıxılsın, 3 bərabərdir 130. Elə mən nağdı görsənir ki, buradan n 13 olsa 13 vur 10. 130 eləyir də. Heç kvadrat tənə getməyə ehtiyac yoxdur. 13 deməli 13 bucaqlıdır. Bir tərəfi 4 olarsa perimetrini tapın. P bərabərdir. Bir tərəfi 4'dür və 13 bucaqlıdır da bu. 13 tərəfli bir çox bucaqlıdır. 52. A variantı. Cavab səhv verilib bunu deyəsən A olmalıdır. Hasilin qüvvətini tapan zaman ayrı-ayrı qüvvətə yüksəldirəm. 3'ün kubu, x kvadratının kubu, y'ın kubu. Vurulsun 2'nin kvadratı, x'in kvadratı, y üstü 4'ün kvadratı. 27, x üstündə 6, y'ın kubu. 4, x'in kvadratı, y üstü 8. 4 də verdiyin 28, 2 yada 4 də 8, 2 də yadda 10. X üstü toplanır 8, y üstü toplanır 11. Əmsal 19. Üstlər toplanır da, hərfi vuruqların üstü toplanır. Daha doğrusu qüvvət 19, əmsalda 108. 17 bir yadda 2 1. 127 doğru cavabdır. Kadetləri 6 8'dirsə Pifagora görə 6 8'də Pifagora görə hipotenuz olur 10. Hipotenuzu kvadratın tərəfi olarsa kvadratın perimetri. Deməli kvadratın tərəfi 10'dursa perimetri 4A olur da. 4 vur 10 40. 17 40. 18'ə baxaq. Tam hissəni tapan zaman 5'i kökün altına salmalısan. 5'in kvadratı vur 3. Kök altında 25 vur 3 bərabərdir 75. 75'dən təxminən kök alacam. Deməli 64'dən 8 çıxır. 81'dən də 9 çıxır. Deməli onda bu 6 ilə daha doğrusu 8 ilə 9'un arasında bir ədəd çıxmalıdır. Təxminən 8,2 çıxacaq. Bunun da tam hissəsi 8'dir. Bir daha təkrar edirəm. 75'dən qabaq kök çıxan 64'dür, yəni 8. 75'dən sonra kök çıxan 81'dir. Deməli bunun 8 ilə 9'un arasında bir ədəd çıxartmalıyam. Və tam hissədə 8 olur. En natural ədədləri üçün görürsən bunlar ardıcıldır. Fikir ver, hər 3 4 ardıcılıdır. Ardıcıl ədədlər nə bu? 1'ə bərabərdir. Yəni 2'nin çıxılsın 5 bərabərdir 1'ə, 2'nin bərabərdir 6'ya, n bərabərdir 3'ə. Gətirək qoyaq yerinə. Əkob n'in yerinə 3 qoysam 6 13. 3 dövsün 9 4 13. Qarşılıqlı tərs ədəd, sadə ədədlər dedik. Əkob onların hasılı olur. 6 vur 13 72. 6 üçün 18 78. Torbada 4 ağ, 6 qırmızı, 10 yaşıl kürəcik var. Təsadüfən çıxarılan bir kürəcik. Ümumi neçə kürəcik var? 20 dənədir ümumi halların sayı. Ağ olması 4'dür və ya deyirsə toplayıram, yaşıl olması da 10'dur. 14 bölünsün 20. Bu da bərabərdir 0,7. Belə. Düzbucaqda parabelin ölçüləri verilir, həcmi istəyir. V bərabərdir, amma burada bir məsələ var. Hə, müəllim 20 vur 3 vur 400. Xeyr. Diqqətli ol. 20 desimetr, metr, santimetr. Sənə metrlə istəyir. Ona görə sən hamısını metrə gəlməlisən. 1 desimetr, 1 metrimiz 10 desimetrdir deyə. Bu olacaq 2 metr. 1 metrimiz 10 deyil, 1 metrimiz 10 desimetrdirsə, 1 desimetrimiz 0,1 metrdir.
3 metrdən işin yoxdur. 1 metrimiz 100 santimetrdir deyə. Bu da olur 4 metr. 2, 3, 4'ü vuracaqsan bir-birinə. 24. Qəşəng çaşdırıcı sualdır. Vahidlərə diqqət edin. Mənə yox, yəni misallarca vahidlərə. Diagonalları veribdir, rombun perimetrini istəyir. Baxaq. Bilməyənlər üçün mənim adım vahiddir də, yəni ona görə deyildim. Diagonalları çəkək. Diagonallar 24-dürsə, diagonallar kəsişmə nöqtəsinin yarı bölünür. 24-dürsə, bura olur 12, 12. 10-dursa olur 5, 5. 12, 5-dirsə, 12, 5-dirsə, onda Pifagora görə tərəf 13 olmur ki, tərəf 13-dürsə, perimetrdə 4A düsturuna görə 4 vur 13. 52 doğru cavabdır. 23'ə baxaq. AB fərqi 3x-1'dir. BA fərqi də x plus 7'dir. Adam da sənə bunların şərtdə bərabərliyin veribdir. 2x bərabərdir 8'ə. X də bərabərdir 4'ə. NA ümumidir. X 4'dürsə, bura olur 12, 11. Burada olur 6. NA ümumidir. Yəni 11 plus 6 bərabərdir 17. Doğru cavabdır. Sonra 24'ə baxaq. 24 gözəl sual. Arkadaşlar, sən bunu rənglərin bura mərkəzdən keçdiyinə görə o olmalıdır bura. Mərkəzdən keçdiyinə görə, mərkəzdən keçdiyinə görə bura 90 dərəcədir. Mən həmin iştiraklarımızı tapmaq üçün çevrənin yarısından, bax bundan çıxmalıyam bu düzbucaqlı üçbucağın sahəsi. Çevrənin AB diametridir. Mənə BC-ni adam 12 veribdir. AC-ni 16 verirsə, Pifagora görə AB 20 olur. 12, 16, 20 Pifagora ədədləridir. Yəni bu diametrdir da 20. Onda radiusum olur 10. Yarım çevrənin sahəsini mən tapası olsam, yarım dairənin sahəsi. Pi r-in kvadratı tamdır. Yarı olduğuna görə 2'yə bölürəm. 3 vurulsun radius 10'dur. Kvadratı 100 bölünsün 2. Bu da bərabərdir 150, deməli yarım dairənin sahəsidir. Bu S ACB-ni mən tapan zaman katetlər hasilinin yarısını tapacağım. 12 vur 16 bölü 2. Bundan bu gedir 8. Bu da mənə verir 96'nı. Deməli iştiraklarımızı tapmaq üçün yarım çevrədən çıxmalıyam düzbucaqlını. Ondan 6'sın 4'ü. 14'dən də 9'un 5'i. 54 doğru cavabdır. Qəşəng sual idi. 25'ə baxaq. Bu nöqtəyə nəzərən simmetrikdirsə, hansı nöqtəsə nəzərən simmetrikdirsə, həmin nöqtə orta nöqtə sayılır. Orta nöqtəni tapanda koordinatları toplayacağım. Böləcəm yarıya, bərabərdir 6'ya. X üstə gələk 3 bərabərdir 12. Buradan da x bərabərdir 9'a. Sonra y üstə gələk 4 bərabərdir 5'ə. Böl 2 bərabərdir 5'ə. Çarpaz vursam y üstə gələk 4 bərabərdir 10'a. Y də bərabərdir 6'ya. XY hasil də mənə verir 54'ü. Salamat qalın. İnşallah növbəti izahlarda görüşərik.